Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda mən sizə xiyarı daha rahat üsulla, daha səmərəli üsulla marinadlaşdırılması prosesini göstərəcəm. Adətən biz bankaları doldurduqdan sonra onu qaynar suda qaynadırıq. Bu isə təhlükəli, daha uzun vaxt aparan bir işdir. Mən isə bu gün sizə soba variantını göstərəcəm, hansı ki daha səmərəlidir, təhlükəsizdir və az vaxt aparır. Öncəliklə xiyarları təmiz yuyub, göstərdiyim kimi xiyarın önünü, arxasını kəsib, geniş bir ləyəndə, bol suda 3 saat saxlayırıq. Bu müddət ərzində bankaları sterilizasiya edirsiniz. 3 saat sonra xiyarların suyunu süzürük. Sterilize olunmuş bankalara dəfnə yarpağı, dənəvərsdiyot, xardal dənəcikləri, sarımsaq, qısacası öz zövqünüzə görə nə istəsəniz əlavə edə bilərsiniz. Xiyarları bankaya sıx-sıx yığdıqdan sonra üzərinə 1 xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı uksuz əlavə edib qaynar suyla bankanı doldururuq. Daha sonra bankaların qapağını tam bağlamadan onları sobanın içərisinə qoyuruq. 90 dərəcədə konversiyada 15 dəqiqə saxlayırıq. 15 dəqiqədən sonra sobadan çıxarıb qapaqlarını tam bağlayırıq və bankanı tərs çevirib yerlə qoyuruq. Məqsəd, tərs çevirməkdə məqsəd də şəkərin, duzun və sirkənin yaxşı həll olaraq bərabər paylanmasıdır. Sobadan olan istiliyi bankalarda uzun müddət saxlamaqdan ötürü bankaların üzərinə qalın bir örtüklə örtürük. Ertəsi gün örtüyü açıb bankaları sərin yerdə saxlayırıq və bir həftədən sonra yeyilməyə hazırdır. Videodan da gördüyünüz kimi xiyarlarımız çox xırçıltılı, ləzzətli alınır. Siz də buyurun, hazırlayın, nuş edin, ağız dadınız heç vaxt pozulmasın.